30 aprel 2025-ci il bir xəbəri diqqətinizə çatdırıram. Dəyərli izləyicilər, əsəbləriniz korlanacaq, amma sona qədər izləyin ki, siz də şərlənməyəsiniz. Abunə olmağı da unutmayın. Demək, dəyərli izləyicilər, Yasamal rayon ərazisində 20 yanvar dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vasitələrinin altına atır. Demək, bildirilib ki, 30-35 yaşlı şəxs əsasən səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyətə səbəb olur və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərinə müəyyən qədər pul alaraq məsələni həll etdiyi qeyd edilir. Aprelin 27-sində qeydə alınmış görüntülərdən məlum olub ki, şəxsiyyəti məlum olmayan piyada hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar. Məsələ ilə bağlı dəyərli izləyicilər, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev danışıb. O qeyd edib ki, sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən naməlum şəxsin əməlləri araşdırma predmetidir. Stat, həmin şəxsin müəyyən olunaraq qəti tədbirlər görülməsi üçün materiallar icraata qəbul edilir. Bunu maksimum paylaşın ki, hamının xəbəri